Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 150 metr, 100-150 metr məsafədə yola yaxın olan ərazidə 3 otaqlı bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev sahibi həyətində sanuzel tikib ayıracam. Giriş darvazası buradandır. Rahat həyətinə maşın daxil olur. Hal-hazırda işlətdiyi sanuzel hamam bax bu hissəsidir. Təmirsiz vəziyyətdədir. Amma evin için təmiri normaldır. Yaşayışlı evdir. Bir də bir şey nəzərinizə çatdırım, hörmətli izləyicilər. Yəni buranın demək kürsüsü olub. Sadəcə yol qalxıb həyətdə olub, kürsüsü edib. Amma evdə nəmişlik yoxdur. Gəlib adam baxan görsəcək ki, yəni burada qətiyyən nəmişlik yoxdur. Təzə yağışlardan çıxıb. Nə evi su basıb, hündür yerdədir. Sadəcə bir dənə kürsü itib. Yəni yolun qalxdığına əlaqədar. Amma evdə qətiyyən kürsü yoxdur. Nəzərinizə çatdırım ki, ev 3 otaqlıdır. Bir otaqlı, bir otaq buradadır. Nəzərinizə çatdırım ki, demək, baxın, haradasa 14-15 kvadratlı bir yataq otağıdır. Qiymət də münasibdir. Yenə də gəlib yerində danışmaq lazımdır. Burada bir qonaq otağıdır. Zaldır deyək. Burada, hörmətli izləyicilər, bir yataq otağıdır. Zaldan da ayrıca bir otaq zalı açılır. Gördüyünüz kimi də evin təmiri normal, yaşayışlı evdir. Burada mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxdir, hörmətli izləyicilər. Mətbəx mebelləri sağlam vəziyyətdədir. Kombi sistemləri var. Pəncərələrindən tam rahat evin içinə işıq düşür. Yəni hər şey qaydasındadır. Sadəcə yenə qeyd edirəm, kürsü azdır. Amma evdə nəmişlik yoxdur. Ərazi cəhətdən hündürdür, su basan yer deyil. Gördüyünüz kimi də evin təmiri də normaldır. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Nəzərinizə çatdırın, evdə yola yaxındır, marketlərə yaxındır. Bunu da nəzərinizə çatdırın. Demək, sənət də qeydiyyat propiska ilə olacaq. Yəni propiska da köməkli göstərir. Bunu da nəzərinizə çatdırın, hörmətli izləyicilər. Qaz su işıqada keçindən sonra propiska olmaq mümkündür. Demək, qiymət də 58 mindir, start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. 58 min start qiymətdir. Sona qədər izlədiyi üçün də təşəkkür edilir ki, Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin.